Bağışlayan ve mehriban Allah'ın adıyla. Birinci hadis. Əbu Əmamə deyir: Resul-i Əkrəm sallallahu aleyhi və səlləmin belə buyurduğunu eşitdim. Ey cəmaat! Həqiqətən məndən sonra heç bir peyğəmbər və sizdən sonra heç bir ümmət yoxdur. Agah olun, öz Rəbbinizə ibadət edin, gündə 5 dəfə namaz qılın, mübarək Ramazan ayının orucunu tutun. Allah evinin ziyarətini, həc əməllərini yerinə yetirin, mallarınızın zəkatını verin. Behiştə daxil olmaq üçün öz əmr sahiblərinizə itaət edin. Cabir ibn Abdullah Ənsari nəql edir ki, ey Allaha iman gətirənlər, onun rəsuluna və əmr sahiblərinə itaət edin. Ayəsi nazil olan zaman Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləmə dedim: Ya Rəsulallah, Allahı və onun rəsulunu tanıdıq. Bəs ulil əmr dedikdə məqsəd kimlərdir ki, Allah Taala onlara itaət etməyi özünə itaət etməklə yanaşı vacib etmişdir? Həzrət buyurdu: Ey Cabir, onlar mənim xəlifələrim, məndən sonra müsəlmanların imamlarıdır. Onların birincisi Əli ibn Əbu Talib, ondan sonra Həsən, ondan sonra Hüseyn, ondan sonra Əli ibn Hüseyn, ondan sonra Tövratda Baqir ləqəbi ilə tanınmış Məhəmməd ibn Əlidir. Ey Cabir, sən onu görəcəksən. Bu zaman mənim salamımı ona çatdırarsan. Ondan sonra Sadiq Cəfər ibn Məhəmməd, ondan sonra Musa ibn Cəfər, ondan sonra Əli ibn Musa, ondan sonra Məhəmməd ibn Əli, ondan sonra Əli ibn Məhəmməd, ondan sonra Həsən ibn Əli, ondan sonra isə mənimlə eyni adda və eyni künyədə olan Məhəmməddir. O, Allahın yer üzündəki bəndələri üçün saxladığı höccəti və Həsən ibn Əlinin oğludur. O həmin şəxsdir ki, Allah onun əli ilə yer üzünün şərqini və qərbini fəth eləyəcək. O həmin şəxsdir ki, öz şiələrinin və dostlarının gözündən qeybə çəkiləcək. Elə bir qeybət dövründə olacaq ki, onun əmanətinə dair sözündə yalnız Allahın qəlbini iman üçün imtihan etdiyi şəxslər sabit qalacaqdır. Cabir deyir, mən soruşdum: Ya Rəsulallah, onun qeybdə olduğu zaman şiələri ondan faydalana biləcəklərmi? Həzrət buyurdu: Məni nübüvvətə seçən Allaha and olsun ki, onun qeybdə olduğu zaman onun nuru ilə işıqlanmaq və vilayətdən faydalanmaq buludlu havada cəmaatın günəşdən faydalanması kimidir. Ey Cabir, bu sözlər Allahın gizli sirlərindəndir. Allahın elm xəzinəsindən. Bunları ləyaqəti olmayanlardan gizli saxla. İkinci hədis. Ənəs İbn Malik deyir ki, Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləm buyurdu:
məndən 6 şeyi qəbul edin. Mən də sizin üçün behişti zəmanət verim. Birincisi, danışanda yalan deməyin. İkincisi, vədə verəndə vədənizə xilaf çıxmayın. Üçüncüsü, əmin olub bir şeyi əmanət alsanız, ona xəyanət eləməyin. Dördüncüsü, gözlərinizi haramdan qoruyun. Beşincisi, övrətlərinizi haramdan qoruyun. Altıncısı isə, əllərinizi və dillərinizi haramdan saxlayın. Bu hədisdə 3 şey qadağan olunub, 3 şey isə əmr olunub. Əmrlərdən biri gözü haram şeylərdən yummaqdır. Rəvayətdə qeyd olunur ki, yad naməhrəm qadına baxmaq şeytanın zəhərli oxlarından biridir. İcabın vacibliyi və kişilərin naməhrəm qadınlara, qadınların da naməhrəm kişilərə baxmasının haram olması ayə və rəvayətlərdə aydın olur. Bu barədə əlavə məlumat almaq istəyənlər mübarək Nur surəsinin 30 və 31-ci ayələrinə və bu ayələrlə əlaqədar nəql olunmuş rəvayətlərə, eləcə də Vəsailü Şiyyə kitabının nikah fəslinə müraciət eləyə bilərlər. Üçüncü hədis. Mühəddis Feyz Xülasətül Əsqar kitabında Həzrəti Fatimə-i Zəhra salamullah əleyhanın belə rəvayət etdiyini yazır. Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm öz yatağını hazırlayıb yatmaq istəyəndə mənim yanıma gəldi və buyurdu: 4 əməli yerinə yetirməmiş yatma. Birincisi, Qur'anı oxuyub başa çatdır. İkincisi, Peyğəmbərləri özünə şəfaətçi qərar ver. Üçüncüsü, möminləri özündən razı sal. Və dördüncüsü, həc və ümrəni yerinə yetir. Bunu deyib namazı qılmağa başladı. O həzrət sallallahu aleyhi və alihi və səlləm namazını qurtarana qədər gözlədim. Sonra dedim: Ya Rəsulallah, 4 şeyi əmr etdin. Mənim isə bu vaxt onları yerinə yetirməyə qüdrətim yoxdur. O həzrət təbəssüm ilə belə buyurdu: Hər vaxt Qul huvallahu əhəd surəsini 3 dəfə oxusan, sanki Qur'anı bir dəfə oxuyub xətm eləmisən. Hər vaxt mənə və məndən qabaqki peyğəmbərlərə salavat göndərsən, biz qiyamət günü sənə şəfaatçi olarıq. Hər vaxt möminlər üçün istiğfar etsən, onlar üçün Allahdan bağışlanmaq istəsən, onların hamısı səndən razı olarlar. Hər vaxt Sübhanallahi vəlhəmdülillahi və la ilahə illəllahu və Allahu əkbər desən, sanki həc və ümrəni yerinə yetirmisən. Həzrəti Fatimə əleyhissalamın bərəkəti və yadigarı çoxdur. O həzrətdən nəql olunan nur duası, istiğasə namazı və dua kitablarında qeyd olunmuş digər dua və namazlar vardır. O həzrətin təsbihatın fəziləti barədə çoxlu hədis vardır. Məsələn, hər kəs onu oxumağa müdavimət eləsə, heç vaxt bədbəxt və pis aqibətli olmaz. İmam Cəfər Sadiq əleyhissalamın nəzərində onun hər namazdan sonra demək, hər gün
1000 rəkət namaz qılmaqdan yaxşıdır. O, Allahın Quranda buyurduğu Kövsərdir, çoxlu xeyirdir. Onu hər namazdan sonra, yatanda və səfərə çıxan zaman oxumaq müstəhəbdir. Onun qaydası belədir: 34 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdülillah və 33 dəfə Sübhanallah deməkdir. Hamısı birlikdə 100